Ümumiyyətlə, yaş psixologiyasından baxsaq, bu müəyyən bir yaşlar var ki, burada insan özündən asılı olmayaraq müəyyən bir aqressiv və yaxud da adekvat olmayan davranışlar sərgiləyə bilər. Bunun da hansı ki, biz Türkiyədə və yaxud da Azərbaycanda və digər ölkələrdə bu kimi hadisələrin olduğunun şahid oluruq. Amma burada məsələ ondan ibarətdir ki, dövlət nə qədər də sərt qanunlar qoysa, hər zaman bu qanunların pozulması üçün müəyyən bir şanslar olacaq. Amma dövlətin atmalı olduğu addım budur ki, qadağa ilə yanaşı o yeniyetmələrin, o gənclərin hansı işlə məşğul olması üçün bir şərait yaratmaq lazımdır. Məsələn, məktəbli 14-13 yaşlı uşaq sosial şəbəkəyə girməsin. Uşaqlarla məktəbdə zaten oynamağa bir yer yoxdur, şərait yoxdur, mühit yoxdur ki, orada hər hansı bir aktiv oyunlar oynasın. Bəs bu uşaq nə ilə məşğul olsun? O zaman daha çox aqressiv, daha çox gizli qəzaların baş verməsinin şahidi olacaq. Ona görə dövlət bu qadağaları sosial şəbəkələrdən uşaqları yığışdırmaqla onları hər hansı bir əmək fəaliyyətinə, hər hansı bir peşəyə və yaxud da hər hansı bir fəaliyyətə yönətməklə məşğul olmalıdır. Bunun üçün də xüsusi bir institutlar yaranmalıdır. Yəni, burada məktəb psixologlarının üzərinə ciddi bir məsuliyyət düşür, cəmiyyətdə fəaliyyət göstərən psixologların üzərinə məsuliyyət düşür və eyni zamanda valideyn və müəllimlərin üzərinə məsuliyyət düşür. Çünki biz anlamalıyıq ki, bu yaşda uşaqlar zaten aqressiv və özlərindən bixtiyar olaraq davranışlar sərgiləməyə meyilli olurlar. Yəni, bu qaçınılmaz bir faktor. Amma bunu da nəzərə alaq ki, uşaqlar bu internetin necə deyim, nəzarətsiz alqoritmlərdən də istifadə edə bilər. Ya da ki, heç qəsdi formada deyil, yəni bilərəkdən deyil, ona da məruz da qala bilərlər. Bəs burada da bir addım atılmalı deyilmi, vacib deyilmi? Orada da bir nəzarət ən azından mexanizmi. Yaxşı, indi siz deyirsiniz ki, bağlanmasın, ümumiyyətlə bundan məhrum olmasınlar. Düzmü başa düşdüm? Elə bir açıqlama verirsiniz. Ya da ki, məhdudiyyət mi olmalıdır? Məhdudiyyət də olmalıdır, bağlanmalıdır da. Amma məsələ odur ki, bağlandıqdan sonra paralel olaraq nə iş görülür? Yəni, bağladıq, bununla iş bitməməlidir. Bağladıqsa da uşaqlarla məşğul olmaq, uşaqların daha rahat özlərini ifadə eləmək üçün mümbit şərait yaratmaq lazımdır. Misal üçün, hər hansı, yadıma gəlir, biz uşaq olanda, o yaşda olanda məktəblər var, əmək fəaliyyəti, orada samalyot düzəldirdilər, müəyyən bir figurlar düzəldirdilər və uşaqların həmin yaş dövründə öz psixi proseslərini orada əmək prosesinə köçürə bilirdilər. Rövşən bəy, indi təbii ki, bu işin mütəxəssisiz, peşəkarsınız. Bildiyim qədərilə hazırda məktəblərdə də müəyyən sinifə qədər biz o vaxt əmək dərsi deyirdik məktəbdə təhsil aldığımız müddətdə. İndi texnologiya dərsi səhv etmirəmsə keçirilir. Orada da fərqli məşğuliyyətlər olur. Amma nəzəri tərəfi daha çoxdurmu hazırki məqamda? Praktika azdırmı? Budurmu? Əsas səbəb bunu mu dəyişməliyik? Bəli, bəli. Yəni, biz artıq nəzəriyyədən praktika keçmək dövrüdür. Yəni, biz həmişə Amerikanı və yaxud da Çini inkişaf eləmiş dövlət kimi qələmə veririk. Hansı ki, onların tədris sistemində praktika daha önəmdədir, daha öndədir və onların uşaqlarının praktik fəaliyyətləri daha önə çəkilir. Çünki zaten biz nə qədər də nəzəri biliyə sahib olsaq, bunu praktikada tətbiq eləyib bilməsək, o nəzəri bilik heç bir faydası olmayacaq. Bu qadağalar da həmçinin eyni situasiya sahib olur. Yəni, biz sərhədləri qoyuruq, o uşaqlar zaten bir yolunu tapıb orada hər hansı bir yaşını yüksək göstərərək o sosial şəbəkəyə girəcək, öz şəklini qoymayaraq, hər hansı bir variant yol tapılacaq ki, ora daxil olsun. Amma burada məsələ odur ki, uşaqlarda başqa istiqamətdə inkişaf modeli formalaşdırılmalıdır. Yəni, qadağa ilə yanaşı paralelində başqa bir istiqamət inkişaf proyekti qurulmalıdır. Aha. Bu arada düzdür, biz deyirik, sosial şəbəkələrə məhdudiyyət olmalıdır, nəzarət olmalıdır. Həm dövlət qurumları tərəfindən bu addım atılmalıdır, həm də valideynlər də əlbəttə ki, nəzarət etməlidir bunlara. Amma nəzərə alsaq ki, indiki dövrdə texnologiya dövrüdür. Uşaqları da müəyyən qədər onlardan uzaq tutmaq da olmur. Ancaq səmərəli istiqamətə yönləndirmək də lazım deyilmi? Texnoloji baxımdan söhbət gedir. İndi biz digər praktiki fəaliyyətdən dedik, əməkdən, müəyyən fiziki işlərdən dedik. Ancaq bir texnologiyanı da kənara qoymaq, bir dəfəlik kənara qoymaq da indiki məqamda nə dərəcə mümkündür? Bəli, çox düz vurğuluyorsunuz. Burada mənim vurğulamaq istədiyim məqamlardan biri də məhz budur ki, əgər insanın düşüncəsi, yəni insan beyni belə deyək, davamlı olaraq düşünməlidir. Zaten düşünür. Amma burada məqam ondan ibarətdir ki, əsas məqam.
biz düşüncəmizdə hər hansı bir inkişaf yönümlü düşünürüksə, istifadə etdiyimiz o sosial şəbəkə, istifadə etdiyimiz bu müasir texnologiya bizim o beynimizdə qoyduğumuz məqsəd üçün istifadə olunacaq. Məsələn, tutalım ki, süni intellektdən biz beynimizdə qoyduğumuz məqsəd üçün araşdırma aparacaq. Amma bizim beynimizdə bir məqsəd yoxdursa, burada artıq hər hansı bir qeyri-adekvat davranışlar üçün araşdırma aparacaq. Nəticədə biz bir pozulmuş bir fərdə çevriləcək. Amma beynimizdə sağlam düşüncə olarsa, texnologiyalardan istifadə etdiyimiz məqamlarda beynimizdə qurduğumuz hədəf yönümlü olacaq ki, bu da bizi inkişafa aparacaq və sağlam bir fərdə çevirəcək. Cəmiyyət üçün faydalı bir fərdə çevirəcək. Bəli, hazırki məqamda əslində belə yanaşsaq, internet bir növ sərhədsiz bir dünyadır. Ucu bucağı yoxdur, amma biz müəyyən bir qəlibə salmalıyıq, hansı ki, daha xeyirli, daha müsbət ola biləcək övladlarımız üçün onlardan istifadəyə yönəltməliyik. Bu, şagirdlər üçün, uşaqlar üçün düşünülən bir addımlardır və dəstəklənməli olan bir addımdır. Amma burada öhdəlik dövlət qurumları, strukturları ilə yanaşı, həm də bir məktəb rəhbərliyi olsun, oradakı fəaliyyət göstərən psixoloqlar olsun və xüsusən də valideynlərin də üzərinə bir məsuliyyət düşmürmü? Kimlər nələri etməlidir? Kimlərin hansı məsuliyyəti var, Rövşən bəy? Bizim hal-hazırda bizim insan psixologiyasının korlanması gedir, sürətlə, yəni cəmiyyətdə insanların psixologiyasının korlanması gedir. Bunun səbəbi nədir? Kitab oxumamaq. İllüziyalarını yalnız sosial şəbəkədən hazır informasiya kimi qəbul etmək. Çünki insan kitab oxuyanda o illüziyanın özü qurur, aldığı informasiya uyğun olaraq özü xəyal qurur. Amma biz sosial şəbəkədən aldığımız informasiya kimlərinsə bizə yeritdiyi informasiyadır, illüziyasıdır və avtomatik olaraq bizdə formalaşan psixikanın zəif inkişaf etmə modeli yaranmağa başlayır və biz illüziya qurmaqda tənbəllik yaranır bizdə. Və buna görə də biz sosial şəbəkədən asılı oluruq. Və təbii ki, bu sosial şəbəkəni yaradan insanlar da maddiyyatlarını düşünərək bunu bilərəkdən bu formada yaradırlar. Ona görə valideynlər özləri günün müəyyən saatlarını kitab oxumağa, uşaqların yanında kitab oxumağa meyillənsələr, bu zaman uşaqlar evdən zaten o informasiyanı alırlar, o nümunəni alırlar və onlarda da o formalaşacaq. Amma bunun üçün cəmiyyət ciddi şəkildə maarifləndirilmə nüsları yaranmalıdır. Maarifləndirilmə istiqaməti, məsələn, efirlərdə maarifləndirilmə verilişləri artmalıdır. Sosial şəbəkədə maarifləndirilmə verilişləri, YouTube-un özündə və ya digər sosial şəbəkələrdə bu kimi verilişlərin inkişaf edilməsinə və ya da bu kimi verilişlərin yaradılması üçün dövlət müəyyən bir imtiyazlar yaratmalıdır. Misal üçün, müəyyən bir qrantlar ayıra bilər ki, kimsə belə bir veriliş aça bilər ki, həqiqətən maarifləndirilməsi üçün sosial şəbəkədə buna müəyyən bir məbləğ ayrılsın ki, tək işə düşənə qədər. Yəni, bu kimi müəyyən maarifləndirici addımlar atılsa, maariflənmək üçün addımlar atılsa, cəmiyyətdə ciddi bir inkişaf gözə çarpacaq. Amma bu günləri dövlət və yaxud da bunu biznes sahibləri də edə bilər, biznesmenlər də edə bilər, böyük bir proyekt kimi yaransa bir xətdən və bu cəmiyyətin inkişafına böyük nail ola bilər. Amma biz bu günləri heç nə etmədən deyək ki, valideynlər günahkardır, bu da yanlışdır. Müəllimlər günahkardır, bu da yanlışdır. Çünki bu artıq dünyavi bir virusdur, yayılır və burada heç kim günahkar deyil.